İnsanların çoxu qəflətə düşər və həyatı sürətlə axıb gedər. İnsanların bir qismi doğular, bir qismi isə ayrılar. Rəhimlər bir fabrik kimi insan istehsal edər. Dünya isə udar və unutdurar. Və insanlar o qəflətə düşdüyü zaman ölümü və onun ağrısını görənə qədər oyanmazlar. Qəflət yuxusuna elə bağlanmışlardır ki, ölüm iğne ucu qədər bədənlərinə toxunmadıqca oyanmazlar. Oyanmadılar. Oyanmalıdırlar qardaşım. Bu dünyadakı həyat keçicidir və məhdudiyyətlidir. Qaçınılmaz olan ölüm isə realdır. Öləcəksən, məhz sən, məhz mən, öləcəyik. Öləcəksən. Məhz bu, ondan daim qaçdığımız həqiqət, məhz bu. Bu, zalımların zülümlərinə qalib gələn bir gerçəkdir. İnadkar imansızların və həddi aşanların gerçəyidir. Bu gerçək günahkarın da, dininə sadiq olanların da, peyğəmbərlərin də, elçilərin də daddığı bir gerçəkdir. Allah belə buyurur: Ey Rəsulum, səndən əvvəl də dünyada heç bir bəşərə əbədiyyat, ölməzlik vermədik. Belə olduğu təqdirdə sən ölsən, onlar diri mi qalacaqlar? Hər ağlayanın arxasından ağlanılacaq, hər yas tutanın yası tutulacaq və malını sayan o kimsə məhv olacaq. Hər məşhur unudulacaq, Allah xaricində heç bir şey qalmayacaq. Allah xaricində heç bir şey xatırlanmağa dəyəri olmayacaq. Bu həyatda sonsuzluq yoxdur, hər kəs öləcək. Kim bilər ölümdən sonra hara gedəcəyini? Allahım, əgər bilsəydim ölümdən sonra hara gedəcəyimi, belə edərdimmi? Əgər bilsəydim səndən qaçardımmı? Əgər ölümdən sonra nələrin məni gözləyəcəyini bilsəydim, heç edərdimmi? Mən qəflətə düşən qafillərdən oldum. Ey 20 yaşındakılar, neçə tanıdığın kimsə ölüb, neçəsi ölüb səni ardında qoyub. Ey 30 yaşındakılar, gəncliyinizi yaşadınız, nə qədər peşman oldunuz. Ey 40 yaşındakılar, uşaqlığınız bitib və siz hələ də öz həva və həvəslərinizlə məşğulsunuz. Ey 50 yaşındakılar, tezliklə biçiləcək əkinsiniz, yüzü yarılamısınız, hələ də önəmsəmirsiniz. Ey 60 yaşındakılar, önəmsəyin, ölümün qapısına yaxınlaşırsınız. Önəmsəyin, nə olar, önəmsəyin. Ey 70 yaşındakılar, nə meydana gətirdiniz, nəyi ertələdiniz? Ey 80 yaşındakılar, bax, artıq bugün əff yoxdur, bu da ölüm, hər şey bitib. Ertələdiyiniz hər şey itib gedib. Vallahi, Allaha and olsun ki, bugün tabut daşıyan üçün bir gün gələcək ki, tabutu çiyinlərdə daşınacaq. Məzarlığa ziyarətə gedən üçün bir gün gələcək ki, məzarına girəcək və bir daha çıxa bilməyəcək. Bugün evinə qayıdan üçün bir gün gələcək ki, bir daha evinə dönə bilməyəcək. Həqiqi ömrünü olduğun gün bil.